Aşbazlıqda bugün sizin üçün, istər Kamil üçün ya da uşaqlar üçün bir nömrəli aşbaz kimdir sizlər üçün? Varmı? Kimi sayı deyə bilərsən ki, o mənim üçün bir nömrədir. Nə qədər aşbaz çox olur olsun, onun qiyməti düşməyəcək. Yəni o hansı restorana getsə 5000 manat maaş işləyəcək. Hələ bir aşbaz varmı bugün sizin tanıdığınız? Tanıdıqlarım var, amma ümumiyyətcə mən hər dəfə vurğulayıram. Belə deyək də, mən mətbəxdə özümə rəqib görmürəm. Yəni ona görə deyirəm, yox var, elə əjdaha kimi şeflərimiz var ki, adını da çəkə bilərəm, yəni. Çox mükəmməl əlinin işi var, amma elə aşbazlar da var şeflər, heç niyə bilməyə, filfilo eləyə, yəni yeməyi mən hazırlamışam, tamına hazırlamışam, məsələm üçün Kamil hazırlayıb, gəlir, güya mətbəxdə sitaşıdır, baxır yeməyin dadına, görür ki özüdür, amma nə eləyir, duzu götürür, belə eləyir, getdi, çatmırdı özündən. Elə aşbazlar da var ki, yəni heç nə, kodunu al, onların altıya qoy, çaynik eləyir və belə deyək də, 3000-5000 qazanır. Heç nə eləməyə, filfolo eləyə. Belə də aşbazlar var. Amma zəhmət çəkib, şəxsən mənim xoşum gəlmir ki, şefəm mətbəxdə var da çoxu. Şef oturub bütün günü, bir dənə neysə yazdı edir. Xeyr, o şef odur ki, mətbəxdə işçi ilə bərabər bütün yeməklərə nəzarət eləyə. Hazırlanan yeməyin şef dadına baxmalıdır. Səliqə səhmanına baxmalıdır, sonra ötürməlidir ofisiantlara ki, sonra getsin qonağın qabağında, yəni bir səfət çıxmasın, möhtəşəm olmalıdır, səliqə səhmanla olur. Yoxsa ki, aşpaz orada neyi necə hazırladı, şef də ki, oturub telefonla oynayır, iş o deyil. O deyil, sizin üçün o deyil. Aşpaz hazırlayır, yemək gedir Razdaçaya, Azərbaycan dilində üzrlü sayılın, yəni o ofisiantlara təhvil olunan yer var. Yemək gedir ora, şef orada nəzarət edir, fikir verir, sonra oradan ötürülür ofisiantlara. Sonra o, yəni qonağa gedir, belə. Bugün fərqli yeməyi pişirmə üsulları var. Razıyam bu. Hər restoran öz qayda qanunu var. Sosial mediaya biz baxırıq hərdən, hansısa bir qadın aşbaz olsun, hansısa bir kişi aşbaz olsun, özləri üçün bir platforma yaradır. Yəni orada rahat bir kütlə yığır, öz menülərini paylaşaraq da. Bunlara fikriniz nətərdir? Onların kommentlərini pis rəy yazırsınız, yoxsa yazmırsınız, yoxsa dəstəkləyirsiniz? Yox, mən dəstəkləyirəm. Mən uşaqlar, sizə də deyirəm, vurğulayıram da. Yəni gəlib mətbəxi öyrənib, hansısa bir restoranlarda da gedib praktika toplayan tələbələr, bacarırsınız özünüzün öz şəxsi biznes sözü açmaq çox mükəmməldir. Hansısa bir restorana gedib başının üstündə biri olacaq, müdür olacaq, administrator falan, amma evində özünə aid açdığın, yəni yüngül biznes. Çox qəşəng, çox. Dizaynerlər qədər çıxartırlar. Bacarıq odur. Bacarıq odur. Yəni gəlir yeri odur. Neyvə lazımdır ki, gedib sən hardasa işləyirsən, evindən olursan, eşiyindən olursan. Bacarığın var, hələ evində biznes qurgidən qazancını da evindən elə. Bəli, ən gözəli odur. Hələ qızlara mən onu məsləhət görürəm. Öz bizneslərini yaratsın. Bəli. Burası da aydındır mənə. Bəs sizə pis kommentlər yazanlara fikriniz nədir? Sizin işinizi bəyənməyənlərə var da, bəyənən də var, bəyənməyən də var. Allah hamının canı sağ eləsin, hamı da fikrindən mən öz adımdan hörmət edirəm. Yox, mən hər kəsə çox sağ ol deyirəm, açıq fikrini bildirir, mən də açıq fikrimi bildirirəm. Milçək nədir ki, ürək bulandırır, vızıllayıb gedəcək. Yəni, heç bir tənqid sizi bu işdən döndərə bilməz. Yox. Yəni, ağız verilib insanlara danışmaq üçün, biri var ki, ağız verilib boşuna danışmaq üçün. Biri var ki, sözünün kəlməsini arxasının dalında dayananlar üçün. Yəni, ona görə də mən elə şeyə əhəmiyyət vermirəm. Azcı komment yazırlar, yəni, mən ona da əhəmiyyət vermirəm ki, kobud komment yazır. Onda mən ona cavab versəm, onun kobud xəsiyyəti ilə. Kobud sözü ilə, mən də onu tanıyam, ona ən yaxşısı. Ən yaxşısı cavab verməməkdir. Verməmək.